Açıq dərsdə xoş gördük. Belə bir fikir var ki, Azərbaycanda ümumi təhsil məktəblərində direktorların heç də hamısı çalışdığı kollektivdə lider mövqeyinə malik deyil. Açıq dərsin bugünkü mövzusu məhz direktorların vəzifə məsuliyyətidir. Qonaqlarımızla birlikdə əsl direktor necə olmalıdır, bunu müzakirə edəcəyik. Qonaqlarımız Fərzəli Qədirov, Təhsil Nazirliyinin şöbə müdürü, Aygün Əhmədli, Zəkalar Liseyinin direktoru, Aygün Mikailova, Bakı Avropa Liseyinin direktor müavini, Elmin İmanov, Altısaylı məktəbin tarix müəllimi və auditoriyada müxtəlif məktəblərin müəllimləri və direktorları əyləşib. Hər kəsi salamlayıram, xoş gəlmişsiniz. Fərzəli müəllim, kimlər direktor işləyə bilər? Qeyd edim ki, direktor vəzifəsi çox məsul bir vəzifədir. Təbii ki, hər kəs direktor vəzifəsində işləyə bilməz. Direktor işləmək istəyən şəxs idarə etməni bilməlidir. İdarə etmənin bütün funksiyaları ilə tanış olmalıdır. Müasir menecmenti bilməlidir. Kollektivlə işləmək bacarığı olmalıdır. Müəllimlərin peşəkar inkişafı üzrə bir sistem yarada bilməlidir. Şagirdlərlə, yəni təhsil alanlarla ünsiyyət qura bilməlidir. Valideynlərlə sıx əməkdaşlıq etməyi bacarmalıdır. Məktəbi nəinki idarə etməlidir, məktəbin həm akademik vəzifələrini yerinə yetirməsinə rəhbərlik etməlidir, həm keyfiyyətə nəzarəti təmin etməlidir, məktəbin bütün işinə rəhbərliyi öz üzərinə götürməlidir, məktəbin maliyyələşməsini gələcəkdə əlbəttə bu daha çox olacaq ki, maliyyə müstəqilliyi verildikdən sonra maliyyələşməsini həyata keçirməlidir. Məktəbin icma ilə, ətrafla, cəmiyyətlə, təşkilatlarla səmərəli əlaqələrini yaratmalıdır və əlbəttə cəmiyyətdə məktəb barədə, təhsil barədə müsbət, yüksək bir imic formalaşdırmağı bacarmalıdır. Məktəbin keyfiyyətli nəticələrinə görə birbaşa məsuliyyət daşımalıdır. Çox sağ olun. Direktor hansı vəzifələri yerinə getirir? Fərzəli müəllim bununla bağlı biraz məlumat verdi. Aygün xanım, istərdik ki, siz bir məktəb direktoru kimi, ümumiyyətlə məktəb direktorunun məsuliyyəti nədən ibarətdir? Düşünürəm ki, bugün idarə etmədə vacib məsələlərdən biri demokratikləşməni təmin etməkdir. Amma demokratiya anlayışını biz necə başa düşürük? Demokratiya qanunlar çərçivəsində azadlıqdır və məktəbdə bu mühit necə formalaşmalıdır? Məktəbdə müxtəlif tərəflər var. Məktəb, şagird, müəllim, şagird, idarə edən müəllim və s. Müəllim, məktəb və işçilər. Və düşünürəm ki, bu qədər tərəflər olan bir yerdə demokratik mühit, şəffaf mühit formalaşdırmaq idarə edəndən yüksək dəyərlər tələb eləyir. Və əlavə olaraq deyə bilərəm ki, idarə edən, yəni məktəb rəhbəri ədalətli olmalıdır, davranışları ilə nümunə olmalıdır. Ümumiyyətlə, məktəbin səmərəliliyini artırmaq üçün daim fikirləşməlidir, strateji planlar irəli sürməlidir, təşkilatın maariflənməsini, peşəkarlığın artırılması ilə qədər daim işlər görməlidir. Və o, həmin bu günləri vacib məsələlərdən biri olan valideyn-məktəb münasibətlərini düzgün qurulmasına çalışmalıdır. Və bundan ötəri də düşünürəm ki, valideynləri məktəbə cəlb etmək lazımdır, məktəbin idarə olunmasına. Düşünürəm ki, bu çox fayda verə bilər. Çünki problemin içində olanda valideyn hiss eləyə bilər ki, məktəbin hansı problemi var, məktəbin hansı nailiyyətləri var, o nailiyyətləri artırmaq üçün nə etmək lazımdır. Və düşünürəm ki, bir də idarə edən daim o nəzarəti təmin eləyə bilməlidir, o daim öz işlərini, keyfiyyətini kənardan bir baxmağı bacarmalıdır və bir də daim müəllimləri həvəsləndirməlidir. Yəni, və bir də ki, müəyyən məsələləri, problemləri yaranarkən birgə müzakirə eləyib
onların rəyini də hökmən yəni eşitməlidir. Və bəzən o müəyyən məsələnin həllini ola bilər ki, qabaqcadan bilir də, özündə nəsə bir ona sualın cavabı var o problemin. Amma bunu öz işçiləri ilə yəni birlikdə müzakirə edib o nəticəyə gəlməyi həm onun həmin qərarının doğru olmağına onu inandıra bilər, həm də öz işçilərində onların o sayılması, onların bu prosesdə idarə etmədə birgə iştirakının təmin edilməsi onları ruhlandıra bilər və yaradıcı ideyaların yaranmasına səbəb ola bilər. Və düşünürəm ki, bu günləri məktəblərdə çatışmayan məsələlərdən biri yaradıcılıq məsələlərinin, istənilən bir məsələyə insanların öz yaradıcılıq mövqeyindən yanaşmalarının olmasını vacib bilirəm. Çox sağ olun, təşəkkür edirəm. Aygün xanım, böyük bir liseyin direktor müavini vəzifəsində çalışırsınız və direktor müavini kimi bəzən direktorun işində də müəyyən çatışan və çatışmayan tərəfləri birinci siz görürsünüz, yəni siz hiss edirsiniz. Ümumiyyətlə, direktor müavininin, direktorun köməkçisi kimi məsuliyyəti nədən ibarətdir? Direktor əsas idarə edən bir şəxsdir. Yəni, idarəçilik direktor tərəfindən qurulur, işə salınır, belə deyək, amma idarənin əksər hissəsi, yəni böyük yükü düşür məktəbin direktor müavinlərinin üzərinə. Yalnız müavinlərin yox, orada sözsüz ki, müəllimlər də böyük rol oynayır. Ona görə də direktorun o idarəçiliyi məktəbdəki müəllimlərin direktoru qəbul etməsindən daha çox asılıdır. Çünki direktor əgər məktəbdə müəllimlər tərəfindən hörmətlə qarşılanırsa, yəni liderlik qabiliyyətlərinə malikdirsə, onun idarəçiliyi də müsbət tərəfə istiqamətlənəcək və direktor müavini kimi də həqiqətən də köməkçi yaxşı olduqda idarəçiliyi də sözsüz ki, yüksək səviyyədə getməlidir. Ona görə də direktorun fəaliyyətinin hansısa böyük bir hissəsini direktor müavinlərinin də işi təşkil edir. Yəni, direktorun işinin yüksək səviyyədə alınması üçün direktor müavininin fəaliyyəti də hər halda mən bununla direktorun heç də fəaliyyətini aşağı salmıram. Ən azından köməkçi. Əksinə köməkçi, bəli. Məsuliyyət bölgüsü əlbəttə həmişə var. Məsuliyyət bölgüsü var. Sözsüz ki, direktor verdiyi əgər qərarlarda məsuliyyət daşıyırsa, direktor müavini də onun yerinə yetirilməsində böyük məsuliyyəti daşıyır. Və əgər o lazımi şəkildə onu yerinə yetirə bilmirsə, onda direktorun verdiyi qərarların heç bir əhəmiyyəti qalmayacaq. Çünki o hierarxiya məsələsidir də, yəni yuxarıdan aşağıya doğru idarə etmə düzgün gedirsə, onda həmin müəssisənin fəaliyyəti göz önündə olacaq. Çox sağ olun. Elm müəllim, siz ilim müəllimi olmuşsunuz və hal-hazırda müəllim kimi fəaliyyət göstərirsiniz. Ümumiyyətlə, direktor fəaliyyətinə müəllim baxışı və direktor-müəllim münasibətləri əslində necə olmalıdır? Təşəkkür edirəm. İlk növbədə biz direktor ifadəsini mənə elə gəlir ki, məktəbin lideri ifadəsi ilə paralel müqayisə aparsaq, daha doğru yanaşmış olaraq. Lider kimdir? İnsanları özünə inandıran şəxs. Əgər məktəb direktoru məktəbin kollektivində şagird, müəllim, sıravi işçilər, valideyn kontingentində özünə inam yaradırsa, o artıq direktordur. İkinci növbədə mənə elə gəlir ki, direktor özünün o administrativ heyətini doğru seçməlidir. Düzgün kadrlardan seçməlidir. Üçüncü, direktorda kompleks olmamalıdır. Kompleks deyəndə nəyi nəzərdə tuturuq? Birincisi, direktorun bu demokratik düşüncəsi adi bir sadə şagirdin belə təkliflərinə açıq olmalıdır. Ondan çəkinməməlidir. Demokratik və obyektiv şəkildə iş sistemini qurarsa direktor, istənilən təkliflərə, istənilən fikirlərə qarşı özünün o xof deyək və yaxud da ki, kompleksini kənara qoymalı və onu qəbul eləməyə bacarmalıdır. Direktor əslində bir körpü rolunu oynayır. Həm şagirdlər, müəllimlər, valideynlər və ətraf haqqında. Direktorun orada oynadığı rol məktəb haqqında təsəvvürləri formalaşdırır. Və müasir dövrdə də direktor olan insan ilk növbədə kollektivin daxilində elə bir ədalətli sistem yaratmalıdır ki, insanlar həqiqətən də o ədalət prizmasının düzgün işlədiyinə inanmalıdırlar. Bu inam çərçivəsində direktor həqiqətən də məktəb kollektivinin həm uğurlu, həm keyfiyyətli, həm məzmunlu, həm də ki,
nəticəsini həqiqətən də hamı tərəfindən hiss edilən bir sistem yaratmış ola bilər. Və burada təbii ki, direktor müavinlərinin böyük rolu var. Burada ilk növbədə sinif rəhbərlərinin çox böyük rolu ola bilər. Direktor və sinif rəhbərləri arasındakı o münasibətdən çox şey asılıdır. Çünki artıq biz orta məktəblərdə müəllimin və yaxud direktorun adının mənfi hallarla hallanması o yol verilməzdir. Burada direktorun üzərində böyük məsuliyyət var. Orada qurulan sistem o qədər düzgün və ədalətli, demokratik qaydada işlənməlidir ki, insanlarda qətiyyən şək, şübhə olsun, hər hansı bir narahatlıq yaradan ifadələr olmamalıdır. Buyurun Fərzan müəllim. Bilirsiniz ki, bu yaxınlarda ölkə prezidenti tərəfindən Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyası təsdiq olunub və strategiyanın əsas hədəflərindən biri də məhz təhsil sistemində nəticələrə görə cavabdeh, şəffaf və səmərəli mexanizmlərə malik olan, dövlət ictimai xarakterli və dövlət biznes partnerluğuna əsaslanan yeni idarə etmə sisteminin yaradılmasıdır. Yeni idarə etmə sistemi çərçivəsində əlbəttə məktəb direktorlarının yeri və ümumiyyətlə məktəbin idarə edilməsi ön sıralardan birindədir. Hazırda məktəblərdə idarə etmə bax, bizim o istənilən səviyyədə deyildir. Biz strategiyada o da nəzərdə tutulub ki, məktəblərə idarə etmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilsin. Və belə bir prosesdə direktorun avtoritar idarə etməsinə artıq yer qalmır. Nə üçün hər şey direktordan soruşurlar? Çünki direktor tək idarə edir məktəbi. Ancaq beynəlxalq təcrübədə necədir? Bu məsələdə strategiyada nəzərdə tutulub ki, idarə etmənin təkmilləşdirilməsi prosesində idarə etmə sistemi tamamilə dəyişsin. Yəni, məktəbi yalnız direktor idarə etməsin. Bu gün də məktəblərdə məktəb şurası deyilən bir anlayış vardır. Ancaq onlar müəyyən mənada formaldır. Ancaq dünyada məktəbin idarə edilməsinə cavabdeh ilk növbədə həmin şuralardır. Hətta məktəbin direktoru şuraların qarşısında hesabat verir. Bəzən ona qəyyumlar şurası da deyirlər, bəzən valideynlərin təşkil etdiyi müəyyən qurumlar da deyirlər, bəzən məzunlar assosiasiyası da müəyyən idarə etmə proseslərinə gəlir, bəzən şagirdlərin öz assosiasiyası olur və onlar da müəyyən məqamlarda bu idarə etmə proseslərində iştirak edirlər. Və bu mənada məktəbin idarə etmə komandası deyilən bir anlayış formalaşır. Yəni, vahid idarə etmə, tək idarə etmə yox, komanda şəklində idarə etmə və komandanın hər bir üzvünün də həm vəzifəsi, həm də məsuliyyəti vardır. Və düşünürük ki, Azərbaycanda da hazırda Təhsil Nazirliyinin də mövqeyi və siyasəti bundan ibarətdir ki, Azərbaycanda da ümumi təhsil məktəblərinin idarə edilməsinin məhz o yeni modeli bundan ibarət olmalıdır ki, yeni idarə etmə sistemi qurulmalıdır və bu istiqamətdə müəyyən addımlar indi atılmaqdadır. Yeri gəldikcə məlumat verərik. Çox sağ olun, təşəkkür edirəm. Və Fərzan müəllim, bir də məktəb direktorlarının növbəti ildən təyinat qaydalarında dəyişiklik olunacaq. Bununla bağlı məlumat verməyinizi istərdik. Çox sağ olun. Məktəb direktorlarının təyinatı həmişə Təhsil Nazirliyini düşündürən bir məsələ olubdur. Bu sahədə problemlər əsasən onunla bağlı idi ki, ehtiyat kadr bazası bir çox hallarda olmayıb, yəni menecerlər yetişdirilməyib, ali məktəblərdə belə kadrlar hazırlanmayıb, yəni məktəb direktorlarını biz kimlərdən təyin etmişik? Ola bilər direktor müavinləri və yaxud da ola bilər müəllimlər. Ancaq bir çox hallarda onların seçilməsi və təyin edilməsi prosedurları özü də müəyyən mənada qənaətbəxş olmayıb. Heç də həmişə səriştəli, peşəkar, məsuliyyətli, bayaq dediyimiz kimi, yəni idarə etmənin funksiyalarını bilən, bu sahədə təcrübəsi olan insanlar heç də direktorluğa namizəd kimi göstərilməyiblər. İndi Təhsil Nazirliyi nə etmək istəyir? Belə bir qayda tətbiq etmək istəyir ki,
hazırda işləyən direktorlarla təlimlər keçirilsin. Yəni onların peşəkarlıq səviyyəsinin və səriştəsinin artırılması istiqamətində müəyyən işlər aparılsın. Sonra qiymətləndirilsin bu nəticələr və bir növ direktorların fəaliyyəti sertifikatlaşdırılsın. Yəni kim hansı səviyyədə öz vəzifəsini icra edə bilir və yaxud da bu vəzifənin icrasında nə dərəcədə o peşəkardır. Bu bir istiqamətdir. Yəni onlar üçün təlim proqramları hazırlanır. O təlim proqramları hazırlandıqdan sonra modullar üzrə, ayrı-ayrı modullar üzrə təlim proqramlarında onlar iştirak edəcəklər və qiymətləndirmə aparılandan sonra əlbəttə gələcəkdə stimullaşdırma mexanizmlərində tətbiqi nəzərdə tutulacaqdır. Digər bir istiqamət ondan ibarətdir ki, yəni direktor müavinləri və müəllimlər də bu prosesdə iştirak edə biləcəklər bu təlimlərdə. Yəni onlar üçün də ayrıca xüsusi təlim proqramları hazırlanır ki, onlarda məhz idarə etmə bacarıqları formalaşdırılsın. Və onlar da müəyyən o təlimlərdən keçdikdən sonra qiymətləndiriləcək, onlar da fəaliyyəti sertifikatlaşdırılacaq və bizim ehtiyat kadrlarımız olacaq. Yəni biz biləcəyik ki, tutaq ki, bizim nə qədər ehtiyat kadrımız var, müəllimlərdən və direktor müavinlərindən ibarət, direktor təyinatı zamanı artıq onlardan istifadə edə biləcək. Yəni bu bizim üçün bir etibarlı mənbə olacaq ki, bəli, düzgün seçilib, seçim aparılıb, onlarla təlimlər keçirilib, təlimlərin nəticələri qiymətləndirilib və biz də əminik ki, onlarda artıq idarə etmə keyfiyyətləri vardır və onların kompetensiyaları imkan verəcək ki, onlar məktəbi, müasir məktəbi idarə edə biləcəklər. Yəni, əvvəlki qaydada yalnız icraçı olmayacaqlar, təşəbbüskar, maliyyə müstəqilliyini təmin edən, eyni zamanda məktəbi, nəinki məktəbi, məktəbin keyfiyyətini idarə edən bir liderlərə çevriləcəklər. İlk addımları pilot şəklində atdıqdan sonra biz daha geniş əhatə səviyyəsində menecer hazırlığı, idarəetmə sahəsində kadr hazırlığı və gələcəkdə bu ehtiyat kadrlar bazasının formalaşdırılması istiqamətində çox ciddi nailiyyətlər əldə edəcəyik. Direktorlar əyləşib auditoriyada və direktorların fikirlərini bilmək bizim üçün önəmlidir ki, hazırda direktorlar üçün əsas çətinlik nədir? Və müəyyən dəyişikliklər baş verir. Hansısa bir təklifləriniz varsa, hər halda bunu da səsləndirə bilərsiniz. Buyurun. Bakı şəhəri 212 nömrəli orta məktəbin direktoru Qurban Həsənov. Daha çox bugün üstünlük verilir nəzarət funksiyasına. Amma əslində idarə etmədə daha çox üstünlük verilməlidir təşkil etməyə, rəhbərliyə. Daha çox nəzarət funksiyasına üstünlük. Nəzarət funksiyası mən deyərdim ki, bəlkə də o funksiyalar içində ən asanıdır. Çətinliklər birinci növbədə ondan ibarət ki, bugün məktəb valideyn əlaqələri istənilən səviyyədə deyil. Dərs prosesi onun siniflərdə, əvvəlki illərdə olduğu kimi maraqlı dərs prosesi getmir. Niyə? Şagirdlər 4-5 fənlə hər bir sinifdə bir neçə qrupun şagirdləri deyək ki, tələbə qəbuluna hazırlaşır, yəni gələcək məzun tələbə olmaq üçün hazırlaşır. Görürsən ki, bəzən məsəl üçün tutaq ki, sinifdə tarix müəllimini hamı dinləmək istəmir. Belə hesab edir ki, mən bunu dinləməyə də bilərəm. Çünki mən digər fənləri hazırlaşıram. Yəni, valideynlər uşaqların psixologiyasında bax, belə bir an yaradıblar, belə bir yaddaş yaradıblar. Bax, bu birinci növbədə aradan götürülməlidir. Və bir məsələ, məktəb rəhbərliyinin əsas vəzifələrindən biri də həmin o şagirdlərin qruplaşdırılma məsələsinə də nəzarət etmək. Misal üçün, təmayüz siniflərdə hansısa qrup üzrə hazırlaşan, misal üçün, birinci qrup hazırlaşırsa şagird, bunu fizika, riyaziyyat təmayülü, kimya təmayüllü siniflərdə yerləşdirmək. Bəzən bunların nəzarət olunmur. Bu məsələ 7-ci sinifdən başlayır, seçmə fənlər verilir, qruplar müəyyənləşdirilir, yəni buna bugün nəzarət olunmur. Burada da maneçilik var. Burada da maneçilik var. Əgər bugün biz tutaq ki, bizim məktəbdə 5-7-ci sinif var, məsələn 6-7-ci, bu sinifləri yığıb yenidən qruplara bölmək böyük bir problem yaradır. Vaxtilə bunu dəfələrlə eləmişik. Çox böyük şikayətlər çəkilir. Hər bir şagird istəyir ki, birinci sinifdən oxuduğu şagird yoldaşının yanında otursun.
Valideyn də tələb edir ki, orada əyləşsin. Amma əslində bu gün o qruplaşma getməlidirsə, şagird mütləq o sinifdən başqa sinifin şagirdlərlə birləşməlidir. Bunu da böyük çətinliklər yarandığı üçün sadəcə olaraq düzdür. Şagirdlərin arzusu nəzərə alınaraq yaradılıbdır. Riyaziyyat təmayüllü siz deyən kimi. Fərz eləyək ki, təbiət təmayüllü və yaxud ictimai fənlər üzrə və yaxud dil təmayüllü. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, bu şagirdlər getdikcə 1 sinif, 2 sinif, 3 sinif, 9-cu sinifi də tutaranda bu yenidən qruplaşmalıdır. Yenidən formalaşmalıdır. Lakin bax buna böyük narazılıq var o şagirdlərin bir yerdə oxuması, yəni yoldaşlıq etməsi və s. O psixoloji anı nə şagird, nə valideyn qəbul etmədiyi üçün bu bir qədər çətinlik törədir. Lakin yenə deyirəm, qruplaşma aparılsa da siz deyənlər məktəbdə yerinə yetirir. Amma artıq bəzən peşə yönümünü də daha çox valideynlər istiqamətləndirir. Məktəb düzdür, peşə yönümü sayəsində iş aparır. Amma valideyn əsas rol oynadığı üçün bəzən şagird istəmədiyi bir sahəyə yönəldilir. Çox sağ olun, təşəkkür edirəm. Hər halda direktor da ona görə təyin olunur ki, valideyn, şagird, məktəb. Bu çərçivədə elə bir davranış nümayiş elətdirsin ki, həm istədiyi nəticəni ortaya qoya bilsin, həm qarşı tərəfi razı sala bilsin. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Zərif Əliyev adına liseyin direktor müavini Ələddin Məmmədli. Ələddin müəllim, sizcə məktəb direktoru təyin olunarkən kollektivin rəyi nəzərə alınmalıdırmı? Məktəb direktorlarının şübhəsiz ki, seçimi indiyə qədər müxtəlif cürü olubdur. Bəzən eşidirsən ki, icra hakimiyyətləri bu işə müdaxilə edir. Mən anlaya bilmirəm ki, məsələn, onların nə qədər belə deyək, məlumatları var ki, tədris prosesinə daha layiqli rəhbərlik kim həyata keçirə bilər. Belə hallar olubdur uzun illər bildiyiniz kimi. Mən elə ki, direktorların seçiminə də, tədris prosesinin keyfiyyətinə də kompleks yanaşmaq lazımdır. Bayaq Fərzəli müəllim dedi, mən doğrusu məlumatım yox idi ki, hansı niyyətləri var Təhsil Nazirliyinin. Qulaq asıram, belə hiss edirəm ki, bu deyilənlərdən belə başa düşürəm ki, bu işlərdə nəzərdə tutulan bu addımlar həyata keçirilsə, yaxşı nəticə verə bilər. Direktorların seçimində məktəb kollektivinin rəyi nəzərə alınmalıdır. Direktorların seçimində mən elə gəlir ki, biz valideynlərin uşaqlarına da, yəni bu millətin övladlarına xidmət göstəririk, onların mövqeyi nəzərə alınmalıdır. Bu elə bir demokratik sistem qurmaq lazımdır ki, çox gözəl bir mexanizm düşünmək lazımdır ki, bu məsələdə. Heç sizə deyim, bəzən bu son dövrlər kimlərsə direktor olmağa can atırdı. Mən sizə əmin edirəm ki, elə adamlar var, özü deyə bilər ki, mən direktor işləmək istəmirəm. Yəni bu direktorluq məsələsi... Hər halda işləyəndən sonra müəyyən gözlənilməz problemlərlə qarşılaşmadı da bundan. Belə bu işə can atan adamlar var idi, mən hiss edirdim müəllimlər arasında. Mən sizə əmin edirəm ki, elə mexanizmlər düşünmək olar ki, ora məhz bu işə can yandırmaq istəyən və bu işdə uğur əldə etmək istəyən adamlar seçilə bilər. Yəni, bu iş çox kompleks yanaşma tələb edir. Mənim baxışım belədir. Yeri gəlmişkən, əlbəttə Ələddin müəllim çox maraqlı məsələlərə toxundu. Direktorların seçilməsi və yerləşdirilməsi və ümumiyyətlə idarə etməyə yanaşmalar barədə çox maraqlı fikirlər səsləndirdi. Mən də hesab edirəm ki, yəni direktor vəzifəsi o qədər məsuliyyətli bir vəzifədir ki, sadəcə bir nəfərin qərar verməsi ilə müəyyən hallarda bəlkə də uğurlu direktor seçimini həyata keçirmək mümkün olmaz. Burada bütün nüanslar araşdırılmalıdır. Valideynlərin də rəyi, şagirdlərin də rəyi, ictimaiyyətin də rəyi öyrənilməlidir. Direktor yaşadığı ərazidə, işlədiyi ərazidə nüfuzlu insan olmalıdır. İnsanlar həmişə onun ədalətli olduğuna inanmalıdırlar. İnsanlar həmişə bir qərar qəbul etməkdə çətinlik çəkdikdə, bir çətin məsələni həll edə bilmədikdə, məhz məktəb direktorunu bu mənada bir kömək, bir istinad mənbəyi kimi qəbul eləməlidirlər ki, məhz belə adamları direktor seçmək lazımdır. Yəni, direktor yalnız məktəbi idarə etmir. O həm davranışı ilə, həm əxlaqi keyfiyyətləri ilə, həm mənəvi dəyərləri ilə o tərbiyə edir eyni zamanda. Böyük bir kollektivdə tərbiyə nümunəsi kimi qəbul olunur. Məhz bütün bu nüansları nəzərə alan əlbəttə bir sistem yaranmalıdır ki, biz səhv etməyək. Yəni, direktor seçimində səhv etmək minlərlə şagirdin, yüzlərlə müəllimin
çətin vəziyyətə salınması deməkdir. Və bu mənada Təhsil Nazirliyinin işlədiyi mexanizmdə hesab edirəm ki, əksər situasiyalarda düzgün seçimi həyata keçirən bir mexanizm olacaq. Çox sağ olun, təşəkkür edirəm. Məktəblərdə monitorinqlərin, sorğuların keçirilməsi, anonim sorğuların keçirilməsi, hətta direktor öz fəaliyyətini qiymətləndirə bilər bu sorğu vasitəsilə. Belə bir şeylər tətbiq eləmişsiniz mi Aygün xanım məktəbdə? Bəli, bizdə bu işlər aparılır. Psixoloq, bilirsiniz ki, məktəblərdə məktəb psixoloqları fəaliyyət göstərir və onların vəzifələrindən çox vəzifələri var. Vəzifələrindən biri də o məktəb mühitində formalaşan fikirlərin ortaya qoyulması, müəyyən problemlərin aşkara çıxarılmasına yanaşılmasıdır. Çünki bəzən elə olur ki, istəyir şagirdlər, istəyir valideynlər öz sözlərini deməkdən çəkinə bilərlər və yaxud da elə bir məsələlər olur ki, onları sonradan ona bir müdaxilə, o adama bir təzyiq olmasın deyə bəzən gizlədirlər müəyyən problemləri, amma o anonim sorğular bəzi məsələləri ortaya qoyur və bizdə psixoloq məsələn bu işlərlə məşğul olur və üzə çıxan o problemləri həll eləmək üçün bu çox köməkliyi olur. Buyurun Elmi müəllim. Mənə elə gəlir ki, yaxşı direktor olmaq üçün həm də birinci növbədə yaxşı müəllim olmalıdır. Nəyə görə? Əgər hər hansı bir sinifi ələ alıb idarə eləməyi bacarmayan bir insan necə direktor ola bilər? İkincisi, şagirdlər öz hər hansı problemini ürəklə, səmimi şəkildə açıb deməyə inanmalıdırlar. Bir də ki, bir məsələyə öz hardasa narazılığımı bildirmək istəyirəm. Direktor təyin ediləndən sonra bir çox hallarda direktorlar artıq auditoriyada dərs demirlər, sinifə girmirlər. Sanki, bilmirəm, bunu bir özləri üçün hardasa ya sıxışdırmırlar, bəlkə də biraz ağır ifadə işlətdim. Amma mütəmadi şəkildə dərslərə girməlidirlər və onlar o auditoriyanın daim içi olmalıdırlar. Yəni, yeniliklərlə bağlı məlumat olmalıdır. Hökümən, çünki o aradakı bağ əlaqə itməməlidir. Direktor daim öz kabinetində oturub, elə hər bir şey ancaq o amiranə şəkildə, o yuxarıdan aşağı baxmaqla orada uğur və keyfiyyət əldə etmək olmaz. Daim sinifdə olmalıdır, şagirdlərlə təmasda və ünsiyyətdə daha yaxın olmalıdır. Müəllim hər dəqiqə gözləməlidir ki, qapı açılacaq və direktor mənim dərsimə girib baxacaq ki, mənim dərsimdə proses necə gedir? Sinif otağında etirazları dinləməyi bacarmalıdır. Real vəziyyətin nədən ibarət olduğunu tam şahid olmalıdır. Hətta elə müəllimlər var ki, 20 ildir bu şəxs direktor işləyir. Siz dediyiniz kimi sinif otağına girmir. 20 ildə çox şeylər dəyişib. Təbii ki. Dərsliklər dəyişib, tədrisin məzmunu dəyişib. Əgər bundan məlumatı yoxdursa direktorun, o tədrisə necə nəzarət edə bilər? Təbii, birinci, ikinci saat mənim dərslərim olur. Hökmən o dərslərə girməmiş, yəni öz o direktor fəaliyyətini başdan vuran. Birinci, ikinci saat təmayüllü siniflərdə. Bunun özü də bir nümunədir təbii ki. Digər müəllimlərə bir stimul verir və bir nümunə təşkil edir. O bilirsiniz, problemləri doğrudan da sizin dediyiniz kimi daha yaxında auditoriyada görmək ayrı bir məsələdir. Və 10-11-ci siniflərdə, təmayüllü siniflərdə mən birinci, ikinci saat dərslərimi deyib sonra yəni Yəni hər bir direktor istənilən bir sinifdə hər an girib bir dərs nümunəsi göstərməyə qabil insan olmalıdır. Həm də bu bir ünsiyyətdir. Təbii ki, ünsiyyət. Şagirdlərlə bir ünsiyyət formasıdır ki, əlbəttə çox yaxşı olardı ki, bir fən müəllimi ki də formada qalır. Həm də nəsə o formada qalmağına mənə gəlir, həm də kömək eləyir. Əlbəttə, əlbəttə. Yəni direktorun tədrisdən ayrılması, ancaq mən idarəçiyəm deyib yaxasını bir kənara çəkməsi düzgün hal hesab olunmur. Aygün xanım, Avropa liseyində idarəçilik necə həyata keçirilir? Yəni, lisey olaraq tədris müəssisəsidir və müəyyən qaydalara, ola bilsin Fərzəli müəllim, liseylərdə bir balaca kənara çıxmalar deyək, onlara bir balaca sərbəstlik deyək. Aygün xanım təbii ki deyər, ancaq qeyd edim ki, Bakı Avropa liseyi ölkədə yeganə təhsil müəssisəsidir ki, o müəssisənin öz təhsil modeli vardır. Maraqlı bir təhsil modeli vardır. Və hesab edirəm ki, liseyin son illərdə əldə etdiyi uğurların əsasında da həmin yeni təhsil modeli və o modeli tətbiq edən müəllimlər. Aygün xanım, özü bəlkə desin, bu modelin ümumi məzmunu haqqında. Buyurun. Deməli, Bakı Avropa liseyi ümumiyyətlə innovativ məktəbdir və bu innovativ bir məktəb kimi istedadlı uşaqlar üçün yaranıb. İstedadlı uşaqlarla işləmək isə özü böyük bir peşəkarlıq, böyük bir səriştə tələb edir və adətən bizə həmişə qınayırlar ki, sizə nə var? Siz uşaqları seçirsiniz, 10 nəfərin içindən birini seçirsiniz və istedadlı uşaqla işləyirsiniz. Amma Orxan müəllim, inandırım sizi ki, istedadlı uşaqla işləmək daha çətindir, nəinki
heç bir uşaq istedadsız deyil. Hamısının hansısa sahəyə, hansısa qabiliyyəti var, hansısa bacarığı var, istedadsız uşaq olmur. Sadəcə olaraq bizim modelə cavab verən, bizim təlim modelinə cavab verən uşaqları seçərək onlarla işləmək bizdən daha böyük səriştədir. Biraz tələbkar uşaqlardır. Tələbkar uşaqlarda sözsüz ki və tələbkar müəllimlərlə də işləyirlər. Lakin bizim liseyin idarə olunmasında liseyin nizamnaməsində böyük rolu var. Belə deyək, yəni nizamnaməyə uyğun. Əgər hər şey düzgün şəkildə idarə olunursa, düzgün şəkildə qurulubsa, orada heç bir problem yaranmalı deyil. Yəni bizim adətən problemlərimiz olur şagirdlərin xaric edilməsi ilə bağlı. Yəni əgər şagird proqramı yerinə yetirə bilmirsə, o təlim modelinə sona qədər cavab verə bilmirsə, biz məcbur olub həmin şagirdi istəməsək də xaric etmək məcburiyyətində qalırıq. Bu heç də o demək deyil ki, o uşaq hansısa səviyyədə enib və yaxud da öz bacarığını göstərə bilmir. Sadəcə olaraq o proqram materialına cavab verə bilmədiyi üçün xaric etmək məcburiyyətində qalırıq. Bu valideynlərin narazıçılığına səbəb olur sözsüz ki. Şagirdlərlə ayrılmaq daha çətin olur. Çünki birinci sinifdən yetişdirdiyimiz şagirdlərdir. Lakin bir məqamı da qeyd etmək istərdim ki, bizdə indi son zamanlar repetitor yanına getmək problemi bütün məktəblərdə olduğu kimi bizdə də son zamanlar qalxmışdı və şagirdlərin daha asan, daha doğrusu valideynlərin öz uşaqlarını daha asan yollarla instituta hazırlama cəhdləri var idi. Lakin bu son zamanlar profil üzrə siniflərin formalaşdırılması hardasa bunun qarşısını aldı və öz şagirdlərimiz özümüzdə qalırlar. Yəni qoyub tərk edib getmirlər liseyi və mən əminəm ki, bundan heç də peşman deyirlər. Amma liseyin təlim modeli həqiqətən də çox çətindir və hər bir şagird bu təlim modelinə cavab verə bilmir. Hər bir müəllim də. Hər bir müəllim də. Çünki müəllimlərin seçimi ümumiyyətlə bizdə həmişə yaxşı müəllimə böyük bir ehtiyacımız olur. Yaxşı müəllim deyəndə mən yalnız müəllim savadlı ola bilər, amma o savadını həmin o tələbkar şagirdə çatdırma bacarığı da olmalıdır. Yəni o bacarıq olmadan o müəllimin işləməsi hər halda belə məktəbdə mümkün deyil. Yaradıcı olmalıdır. Bu yaradıcılıq da ki, sözsüz ki, yenə də gəlirik direktorun özünün yaradıcı olmağına. Əgər direktor yaradıcıdırsa, müavinlərindən də o yaradıcılığı tələb edəcək, müəllimlərindən də o yaradıcılığı tələb edəcək. Ona görə də yəni o yaradıcılıq olmasa, nə bizim model işləyə bilərdi, nə də ki, lisey indiki səviyyəsinə gəlib çata bilərdi. Mən yenidən istərdim ki, auditoriyaya üst tutaq. Buyurun müəllim, fikirləriniz varsa eşidək. Rüfət Rzayev, Zərifə Əliyev adına məktəb liseyin tarix müəllimi. Ümumiyyətlə, burada çox maraqlı bir diskussiya gedir və direktorların seçim məsələsinə toxundu. Ümumiyyətlə, gəlin aydınlaşdıraq ki, ümumiyyətlə, cəmiyyətin ictimai münasibətlər sistemində məktəbin rolu nədir? Və mən elə gəlir ki, biz bu suala cavab vermiş olsaq, artıq direktorların hansı keyfiyyətə malik olması, ümumiyyətlə, orada işləyən müəllimlərin, bütün kollektivin hansı keyfiyyətlərə malik olması üzə çıxacaq. Əgər məktəbə sırf, belə deyək, ali məktəbə hazırlıq pilləsi kimi, prosesi kimi baxılırsa, təbii ki, oradakı direktor seçimi məsələsi başqa cür olacaq. Əgər biz məktəbi cəmiyyətin, şəxsiyyətin yetişdirilməsində, vətəndaş yetişdirilməsində, layiqli vətəndaş yetişdirilməsində bir addım kimi baxırıqsa, onda təbii ki, direktora deməli, təqdim olunan, belə deyək, keyfiyyətlər, tələb olunan keyfiyyətlər tam başqa olacaq. Ki, direktor ciddi olmaya bilər. Yəni, biz mütləq avtoritar direktorlardan danışmırıq. Amma o hansı sistem üçün yararlı olar? Demokratik sistem üçün, yoxsa avtoritar sistem üçün? Bayaq burada qeyd olundu, direktor, mənim öz zənnimcə, direktor ilk əvvəl yaxşı menecer olmalıdır, yaxşı lider olmalıdır. Yəni, kollektivi öz arxası ilə aparmalıdır, müsbət nümunə göstərməlidir. Yəni, bir sözlə alışdırmalıdır. Çox sağ olun. Buyurun. 220 sayılı məktəb Alma Səskərova sözsüz ki, mövzu həddən artıq ciddi bir mövzudur. Mən deyirəm, bu saat cəmiyyətdə ən çox təhlil olunan, ən çox müzakirə olunan təhsilli məktəbdir. Və bugün məktəb direktoru kimdir və yaxud kim olmalıdır sualları hamını düşündürür. Məktəbin idarə olunması çox konkretdir. Ancaq məktəbin idarə etdikləri mücərrətdir, insanlardır. Və burada məktəbin idarə olunmasında sözsüz ki, yazılmış qanunlarla yanaşı, yazılmamış qanunlar da var. İnsanın xarakteri, insanın psixologiyası, insanın yanaşması həmişə idarə edəndən müxtəliflik, yenilik tələb edir. Və bu günləri məktəblərin idarə olunmasında sözsüz ki, məktəb direktoru başlıca şəxsiyyətdir. Ancaq bugün məktəb direktoru idarə elədiyi mühiti, müəssisəni nə cür ələ ala bilir, nə cür yanaşır? Bugün doğrudanmı
bizim psixologiyamıza olan idarə etməklə məktəbləri idarə etmək mümkündür. Bugün uşaq yeniləşir, uşaq dəyişir. Bugün texnologiya dəyişir, bugün zaman dəyişir. Bunların hamısı məktəb direktoru yaşamalıdır. Bugün təkcə məktəbə direktor kimi gələn şəxsiyyət idarə etmə qanunlarından istifadə eləməklə məktəbi idarə edə bilməz. Bu qeyri-mümkündür. Bugün bir məktəb direktoru əsasən uşağın psixologiyasını tutmalıdır. Bugün məktəb direktoru cəmiyyət qarşısındakı məsuliyyətini dərk eləməlidir. Bu məsuliyyət cəmiyyətin məktəbə göndərdiyi, anasının əlindən yapışaraq 6 yaşında məktəbə gələn insandan adi vətəndaş hazırlamağa qədər gedən bir yolu idarə etmədən söhbət gedir. Burada müəllimdən söhbət gedir. Burada dərsin, tədris prosesinin təşkilindən söhbət gedir. Qloballaşan dünyamızda genişlənən tərbiyəmizdən söhbət gedir. Bütün bunların hamısı məktəb direktorunun idarə etməsindədir. Almaz xanım, mən istərdim ki, bu suala cavab verəsiniz. Ümumiyyətlə, bir məktəb direktoru əgər müəlliminə dərsi hər hansı bir pul müqabilində satırsa, bu məktəbdə hansısa bir keyfiyyətdən söhbət gedə bilərmi? O artıq direktor deyir. Ona mən direktor... Yəni, belə halların baş verdiyinin şahidi oluruq bəzən. Eşidirik, bəli, eşidirik. O artıq, ona mən direktor demirəm. Bu, bilirsiniz, yeri səhv düşmüş adamdır. Heç gəlin onu biz bu təhsil söhbətinə, tərbiyə söhbətinə qatmayaq. Onunla inzibati orqanlar var, qolları məşğul olsunlar. Mənlə buradaca bu saat, siz bayaq bir sual verdiniz, məktəbin bu saat idarə olunmasında əsas problem nədir? Mən o problemə yanaşmaq istəyirəm. Mənlə gəlir ki, direktorların hamısı məndən razılaşarlar. Bugün məktəbdə idarə etmənin ən böyük problemi ailələrdir. Görürsünüz, repetitorluqdan söhbət gedir, uşaqların davamiyyətindən söhbət gedir. Bu günləri məktəbin ailələrə müdaxilə eləməyə qanuni ixtiyarı yoxdur. Bəlkə məktəb özü ailə ilə əlaqə saxlamağa, yəni sinif rəhbəri var, məktəbin psixoloqu var. Bəlkə bunların bilirsiniz, biraz fəaliyyəti məhduddur mu deyək? Bugün uşaqların sərbəstliyi həddən artıq böyükdür və biz köhnə idarə etməndən yapışaraq o uşaqların idarə etməsində yenilikləri görmək istəmirik. Bəzi ölkələr var ki, xarici ölkələr var ki, valideynlərin təhsilə münasibətinə inzibati orqanlar müdaxilə edirlər. Mən alqışlayıram bunu. Məktəb təkdir, təhsil təkdir bu saat. Halbuki təhsil cəmiyyətin vətəndaşını yetişdirir. Halbuki təhsilə mütləq inzibati orqanlar kömək eləməlidir. Bugün mən valideynə hökm eləyə bilmərəm. Mənim ona ixtiyarım yoxdur. Səlahiyyətim çatmır. Amma uşağını məktəbə göndərən valideyndir. Valideyn bilməlidir ki, uşağı məktəbə gəlməyəndə onu inzibati qaydada cəza gözləyir. Niyə? Çünki məktəb dövlətin vətəndaşını yetişdirir və məktəb dövlətin təhsil siyasətini həyata keçirdir. Bugün şagirdi, uşağı məktəbə göndərməyən valideyn dövlət qarşısında cavabdehliyini dərk eləməlidir. Ona məktəbin gücü çatmır. Çox sağ olun, təşəkkür edirəm. Buyurun. Hamı məktəbə uşağını qoyanda əsasən məktəbin reytingindən, nüfuzundan istifadə edirlər və elə məktəblərimiz var ki, açıq qeyd etmək lazımdır. Məsələn, ibtidai siniflərə uşaq çatmır. Elə məktəblərimiz var ki, sinif çatmır, yer çatmır, müəllim çatmır. Bu, məktəbin, liderin, eyni zamanda məktəb direktorunun nüfuzundan asılıdır. Əgər məktəb direktoru yerindədirsə, onun müavinləri, onun təşkilatçısı, digər strukturlar yerindədirsə, deməli, məktəbə axın olacaqdır, məktəbin nüfuzu olacaqdır. Məktəb həmişə rayonda, regionda seçilib sayılan məktəblərdən olacaqdır. Buna görə də burada liderin çox böyük əhəmiyyəti var. Aha. Çox sağ olun. Əvvəllər belə bir ifadə işlədirdik də. Əli müəllimin məktəbi, Akif müəllimin məktəbi, konkret olaraq onun nömrəsi ilə yox, biz o direktorun adı ilə o məktəbi adlandırırdıq. Hər halda o əsas faktordur ki, yəni burada demək Əli müəllimin rolu daha böyükdür ki, hamı, misal üçün, filan nömrəli məktəb demir, Əli müəllimin məktəbi deyir. Və mən istərdim ki, bu məsələyə müəllimlərimiz münasibət bildirsin. Kimsə məktəbə direktor təyin olunursa, onun müəyyən bir sınaq dövrü var da, Fərzən müəllim, səhv etmirəmsə. Həmin o sınaq dövründə bu direktorun özünü doğrulub, doğrultmaması məhz məktəbin kollektivi və şagirdlər tərəfindən müəyyən bir sorğu əsasında qiymətləndirilməsi elə ən yaxşı qiymətləndirilmə deyilmi? Buyurun, fikirləriniz varsa eşidək. Yeni nömrəli məktəb liseyin direktor müavini Sevda Heydərova. Bəzən elə olur ki, doğrudan da qoyulan hər hansı bir məktəb direktoru müəyyən müddətdən sonra özünü doğrultmur. Çünki idarəçilik özü də bir məktəbdir. Ancaq buna birdən-birə keçmək və ya hər hansı bir tutaq ki, müəyyən pedaqoji praktikadan, təcrübədən sonra gedib məktəb direktoru işləmək çox böyük, necə deyim, fəsadlar yarada bilər. Müəllim sözün əsl mənasında həm elmli olmalıdır, həm imanlı olmalıdır. Yəni, o məktəbin qapısından içəri girən, təsəvvürün ki, 6 yaşından 17 yaşına qədər uşaqları idarə
etmək. Artıq onların tək seçilmiş psixologiyasını liseylər bilmək, deyil yaşa uyğun axı. şəkildə. Respublikada görə nə qədər ümumi təhsil məktəbləri var. Burada hər cür valideyn, cəmiyyətdə müxtəlif ailələr var. Bu ailələrin övladları məktəbin qapısından içəri girir və bizim üzərimizə çox böyük məsuliyyət çıxır ki, düşür ki, biz özümüz də müəllimik, ailəyik, ailə başçısıyıq. O övladımızı elə yetişdirməliyik ki, cəmiyyət üçün doğrudan da layiqli övladlar olsun. Çox sağ olun, təşəkkür edirəm. Fərzan müəllim, bayaq mən qeyd etdiyim o suala sizin münasibətinizi bilmək istəyərdim. Direktorun fəaliyyətinin qiymətləndirilməsi və yaxud o sınaq müddətindən sonra direktorun doğrudan düzgün təyinat olduğunu necə müəyyənləşdirirsiniz? Bilirsiniz, indi belə bir təcrübə vardır ki, məktəb direktorunu təyin edərkən əlbəttə ona sınaq müddəti təyin olunur və sınaq müddəti bitdikdən sonra o hesabat hazırlayır. Hesabat Təhsil Nazirliyinə təqdim edilir. Təhsil Nazirliyi hesabatı qiymətləndirir, məktəbin nəticələrini qiymətləndirir. Yeni direktor təyin ediləndən keçən müddət ərzində məktəbin inkişafını izləyir. Nə qədər müddət verilir? Bəlkə də bir il. Bir il vaxt verilir və izləyir və sonda qərar qəbul edir ki, o direktorla biz işimizi davam etdiririk, yoxsa etdirmirik. Dünyada belə bir təcrübə tətbiq olunur ki, məktəb direktoru qonşu Türkiyədə 5 il bir məktəbdə işləyir, 5 il sonra digər bir məktəbə təyin olunur. Yəni, belə bir məkanda davamlı olaraq 20-30 il bizdə məktəb direktoru olan şəxslər var. Bayaq qeyd etdiyimiz kimi, hansısa bir məktəb yaxın yerləşməsinə baxmayaraq, bu məktəb şagird sayına görə çoxdur, digər məktəbdə isə şagird çatmır. Demək, bu müəllimin idarəçilik qabiliyyəti yaxşıdır ki, bu məktəbə daha çox gələnlər var. Olmazmı ki, bunun yerin bura dəyişib və burada yeni bir ab-hava yaradılsın? Yəni, belə bir sistemin tətbiqi olsa necə olar? Necə düşünürsünüz? Bəlkə direktorlarımız eşidək. Buyurun. 82 nömrəli məktəbin direktoru Vaqif Mehdiyev. Vaqif müəllim, sizi 212 saylı məktəbə göndərsələr, bir problem varmı? Təbii ki, mən tərəfdən ola bilməz. O mənada ki, əgər doğrudan da müəllim öz yerindədirsə, məktəb direktoru öz yerindədirsə, o idarəçiliyi bacarırsa, onu gedib həmən məktəbdə də davam etdirəcək. Bayaq deyildi ki, burada siz tərəfdən özdəki vaxtı ilə Azərbaycanda məktəblər var idi ki, məktəb direktorunun adı ilə adlandırılırdı. Mən onları sadalaya da bilərəm, ancaq ehtiyac görmürəm buna. İndinin özündə də liseylərdən fərqli olaraq tam orta məktəblərə valideynlər uşaqlarını məhz yenə də məktəb direktorunun adına gətirirlər. Orada dərs deyən sinif müəllimlərinin adına gətirirlər ki, orada filankəs müəllimə işləyir, orada filankəs direktordur. Bu artıq kollektivin üzərinə çox böyük, mən deyərdim ki, vəzifə qoyur. Çünki sənədi qəbul edəndə məktəb direktoru görür ki, bu sənəd, bu uşaq hansı rayondan, hansı məktəbdən məhz bu məktəbin adına gəlib. İndi də belə məktəblərimiz çoxdur. Çox sağ olun. Araz Ekologiya Liseyinin direktoru əyləşib. Buyurun. Çox maraqlı bir təklif oldu siz tərəfdən ki, necə olar ki, bir məktəbdə işləyən direktor müəyyən vaxtdan sonra öz iş yerini dəyişsin. Daha doğrusu 20 illərlə, 30 illərlə, 15 illərlə bir yerdə işləmək, 16 il bir yerdə işləmiş direktor kimi artıq mənim üçün öz marağını itirib. Mənim üçün maraqlı olardı hər halda yeni bir sahədə təzədən işi başlamaq, işi qurmaq çox maraqlı təklifdir. Ancaq bir şey var ki, bəs elədiklərimiz necə olsun? Adam istər-istəməz onu da fikirləşir. Fikir var, üzr istəyirəm, fikir var ki, elədiklərimiz necə olsun? İstər-istəməz adam ki, görəsən o yerində qalacaqmı, davam eləyəcəkmi, daha da inkişaf edəcəkmi? Əgər o alınmayacaqdırsa, onun mənası varmı ki, o direktoru götürüb bir yerdən bir başqa yerə ataq? Ancaq yaxşı olardı. Mənə elə gəlir ki, bir də əgər belə bir şey nəzərdə tutulsa, hər halda yaş çınzını da nəzərə almaq lazımdır. Müəyyən yaşdan sonra gedib başqa yerdə yenidən işə başlama hər kəsin işidir. Və təklif edərdim ki, əlbəttə ki, direktor seçimi eləyərkən cavanlara daha çox üstünlük verilsin. Müəyyən yaşdan sonra, bəli, heç olmasa bir 32-35 yaşdan sonra
insanların məktəbdə, müəllimlərin, pedaqoji işlə, indi ola bilmirəm, bəlkə də olsun ki, pedaqoji işçi olmaya bilər, strategiyada nəzərdə tutulmuş kimi menecment ola bilər. Heç də pedaqojikanı bilməsə də, yəqin ki, onun yaxşı müavinləri olar ki, o işdə ona kömək eləsinlər. Heç olmasa 35 yaşından sonra artıq mənə elə gəlir ki, cavanları dəvət etmək lazımdır məktəbə idarəçiliyi. Hər halda gənclərin təyin olunması bir vəziyyətlə müqayisə etmək lazımdır ki, xanım ailə qurur, ailə qurmazdan 2 il əvvəl, 3 il əvvəl məktəbdə müəllimə işləyib və müəyyən bir vaxtdan sonra, 20 ildən sonra, 15 ildən sonra yenidən həmin o xanım məktəbə direktor kimi təyin olunur. Bu tədrislə 15-20 ildə məşğul olmayıb. Amma birdən-birə məktəbə direktor gəldi. Belə hallar olur Fərzan müəllim. Və belə bir halda hansı keyfiyyətdən danışmaq olar? Belə deyil hər bir halda. Mən qeyd edim ki, bəzi hallar ola bilər, bəzən olsun, ancaq direktor təyin olunan insanlar nəzərdə tutulur ki, onlar hazırda məktəbdə işləyir. Onların kifayət qədər pedaqoji təcrübəsi var. Hətta tələb olunur ki, idarə etmə sahəsində, yəni direktor müavini kimi də təcrübəsi olsun. Yəni, bir çox hallarda buna çalışılır. Yəni, heç də axtarılmır ki, uzun müddət məktəbdən ayrılmış müəllimlər direktor təyin olunsun. Ancaq maraqlı fikirdir, əlbəttə, rotasiya məsələsi, direktorların yerini dəyişməsi dünya təcrübəsində bu tətbiq olunan bir məsələdir. Azərbaycanda da bu barədə artıq düşünülür. Gələcəkdə məktəb direktorlarının öz təcrübəsini başqa məktəbdə davam etdirməsi, təcrübə mübadiləsi baxımından bu istiqamətdə işlərin aparılması nəzərdə tutulur. Əlbəttə, bu demək deyil ki, əvvəlki direktor tərəfindən yaradılmış sistem, təcrübə və nailiyyətlərin üstündən xətt çəkilir. Bu, heç də o demək deyil. Əlbəttə, nəzərdə tutulur ki, hər iki məktəbə, biz indi də edirik, bu təcrübə var. Yəni, direktorların, məktəb direktorlarının yerinin dəyişilməsi təcrübəsi indi də vardır və bir çox hallarda bu uğurlu nəticələrə gətirib çıxarır. Yaxud da başqa halda ola bilər ki, bir psixoloji situasiya yaranır ki, o direktor həmin məktəbdə işləməsi qeyri-mümkün olur. Belə hallarda da əlbəttə bu arzu olunmaz bir haldır ki, belə bir situasiya yaransın. Ancaq hər halda xeyirxah məqsədlərlə təhsilin inkişafı naminə direktorlar üçün rotasiya prinsipinin tətbiqi Təhsil Nazirliyinin siyasətində nəzərdə tutulubdur. Və başqa məsələ ki, əlbəttə direktor da həmişə öyrənməlidir, hesab edirik ki. O, vaxtı ilə əldə etdiyi baza ilə heç vaxt direktorluq müasir dövrdə edə bilməz. Bəzi direktorlar da var ki, yalnız missiyası ondan ibarətdir ki, şagirdləri məktəbə daxil etsin, yəni bir saxlama kamerası kimi daxil etsin, ancaq içəridə nə baş verir? Həmin şagirdlərə keyfiyyətli təhsil verilirmi, verilmirmi? Bu məsələlərlə maraqlanmasın. Elə bu da ondan irəli gəlir ki, o direktor kimi bəlkə də onun hələ səriştəsi, bacarığı kifayət qədər deyildir. Buna görə də Təhsil Nazirliyi tərəfindən tətbiq edilməsi nəzərdə tutulan məktəb rəhbərləri üçün və məktəb rəhbəri olmağa namizədlər üçün nəzərdə tutulan təlimlərin mövzuları müxtəlifdir. Yəni, bu mövzulardan biri də məhz, bayaq burada davamiyyət problemi də meydana çıxdı ki, necə gətirsinlər uşaqları məktəblərə. Bəli, məktəb rəhbərlərinə, təkcə direktora yox, onun müavinlərinə də belə bacarıqlar verilməlidir ki, valideynlərlə necə işləsin, şagirdlərlə necə işləsin. Bu, dünya təcrübəsində necə baş verir? Necə gətirmək lazımdır şagirdi? Şagirdi necə cəlb eləmək lazımdır? Nə üçün şagird gəlmir dərsə, bir çox hallarda şagird üçün maraqlı deyil təlim prosesi. Yəni, müəllimlər ya maraqlı qurmur və yaxud da təlim materialı onun bacarığına, keyfiyyətinə, potensialına uyğun deyil. Yəni, bu mənada şagirdi məktəbə cəlb etmək üçün, valideyni məktəbə cəlb etmək üçün, bəlkə də məktəblərdə marketinq funksiyalarını bilən, bu təcrübəyə malik olan insanlar lazımdır ki, bu işləri görə bilsinlər. Və yaxud da müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı başqa bir komanda formalaşmalıdır. Və bu təlimlər məhz onun üçün keçirilməsi nəzərdə tutulur ki, məktəb rəhbərləri ilə gələcəkdə hər bir halda məktəbin idarə edilməsinin bütün aspektləri üzrə bacarıqlar verilsin onlara ki, onlar öz təcrübəsində bundan istifadə edə bilsinlər. Çox sağ olun. Elmi müəllim, sizin fikirlərinizi eşidək bu məsələ ilə bağlı. Mənə elə gəlir, məktəb direktorları müəyyən müddətə təyin olunmalıdır.
bu müəyyən müddət ərzində o özünü doğruldarsa, müəyyən müddət nədir? Məsəl üçün, təqribən 5 il müddətinə çəkiləndən sonra, təyin ediləndən və yaxud sonra, o müddət ərzində o bir şeyi başa düşməlidir ki, yenidən bunun təyinatı məsələsi olacaq, müddəti var. Ona görə o iş prinsipini daha məsuliyyətli, daha tələbkar qurar ki, bəli, belə bir şey də ola bilər. İkincisi, məktəb direktorları mənə elə gəlir, orta məktəblərdə xüsusilə 9, 10, 11-ci sinifin yuxarı sinif şagirdləri ilə mütəmadi şəkildə görüşməlidir. Çünki məktəbin ümumiyyətcə ab-havanın qurulması, məktəbdə keyfiyyətin olması böyük sinif şagirdlərindən çox şey asılıdır. Onlarla ildə mənə elə gəlir ya 2 ya 3 dəfə akt zalında ümumi bir, səmimi bir söhbət mühit yaradılmalıdır ki, uşaqlar sözlərini deyə bilsinlər. Çox maraqlı bir situasiya yaransın ki, uşaq həqiqətən bilsin ki, bunun problemləri. Çünki indi 6, 7, 8, 1 o qədər də hələ onlar biraz daha uşaq kimidirlər. Amma bu böyük siniflərlə, çünki o ən məsuliyyətli və həm uşaqların ixtisas seçimində, həm özlərinin davranış qaydalarında, həm onların əxlaq formalarında, normalarında bu çox məncə vacibdir ki, direktor onlarla daim daha yaxın təmasda olar və onlar, belə deyim də, real vəziyyəti həm direktora deyə bilərlər, bəlkə də direktorun bilmədiyi məqamlar ortaya çıxa bilər. Mən elə gəlir ki, bu keyfiyyətə təsir edər. Çox sağ olun. Buyurun, xanım, fikirlərinizi eşidək. Heydər Əliyev adına liseyin direktor müavini Fəridə Əliyeva. Mən bircə şey qeyd eləmək istəyirəm ki, məktəblərdə birinci növbədə sağlam mühit olmalıdır. Sağlam mühit çox şey deməkdir. Sağlam mühit təkcə direktordan yox, təkcə direktor müavinlərindən yox, eyni zamanda bütün kollektivdən asılıdır. Əgər məktəbdə sağlam fikir varsa, hamının fikri bir nöqtəyə yönəlibsə, o məktəbdə nəticə olacaq. O ki, qaldı o şagirdlərin davamiyyəti haqqında danışdılar. Valla bizim valideynlərimizin özünün pedaqoji təhsilə ehtiyacı var. Valideynlər aşağı siniflərdən uşaqlar gedirlər müəllim yanına hazırlaşmağa. 1-ci sinifdən, 2-ci sinifdən. Axı bu kimə lazımdır, niyə lazımdır? Bu elə ilk baxışdan uşağı təhsildən yayındırmaqdır. Əgər uşaq 2-ci sinif uşağı, 3-cü sinif, 8-ci sinif uşağı hazırlığa gedirsə, o dərsdə dərs dinləmir. Hər halda idarəçi də bu məsələlərə nəzarət etməlidir. Biz valideyni məcbur eləyə bilmərik. Uşaq hazırlığa göndərilirsə, bu məktəb direktoru və yaxud məktəbdə dərsdən əlavə müəllimlə hazırlaşırsa, məktəb direktoru bunlara niyə təyin olunub? Nəzarət etməlidir, istiqamət verməlidir. Sözsüz təhsilə xidmət edirsə, əlavə müəllimin uşaqla məşğul olmasına şərait yaratmalıdır. Amma bəzən məktəb rəhbərləri şəraitin müqabilində nələrsə müəllimdən tələb eləyir. Hər kəs öz gördüyünü danışar. Mən şəxsən öz məktəbimizi görürəm və danışıram. Yəni, bizim məktəb direktoru burada sadallanan ən yaxşı keyfiyyətlərə malik bir insandır. Bax, o deyirsiniz ki, müdirlərlə məsləhətləşməyə Fikrət müəllim bir dənə qərarı siz qəbul eləmir. Dərs hissə müdiri ilə mütləq məsləhətləşir. Valideynlərlə o qədər diqqətlə yanaşır. Hamını çox gözəl də qarşılayır. Məktəbimizdə elə bir böyük problemlər də yoxdur. Valideynlərlə məsləhətləşmək ən maraqlı məqamlardan biri də budur. Mütləq. Bugün direktorlar valideynlərlə məsləhətləşirmi nələrsə? Bəli, bayaq bir məsələni biz qeyd elədik. Dedim ki, idarə etmədə hamının fikri, məktəb kollektivinin fikri əsas tutulmalıdır. Amma elə bir məsələlər var ki, orada valideynləri, hətta şagirdləri də bu işə cəlb eləyirik. Əlbəttə ki, bu məsələdən asılıdır. Elə məsələlər var ki, onların həllində valideynlərin elə yaradıcı fikirləri olur ki, və bu bizə çox dəstək olur. Bizim həm ola bilər fikrimizə dəstək olur, ola bilər ki, elə bir yaradıcı fikir olur ki, o işin aparılması üçün, o problemin həll edilməsi üçün, səmərəliliyin artırılması üçün daha yaxşı olur. Və ona görə də düşünürəm ki, valideynlərlə düzgün ünsiyyət qurmaq, onları cəlb eləmək, onların potensiallarından istifadə eləmək. Çünki valideynlər hərə bir sənət sahibidir. Və o, bayaq bir fikir də səsləndi ki, direktorun pedaqoq olmağı şərt deyil. Bugün müasir dünyada, yəni onun pedaqoq olmağı şərt deyil, menecer olmağı, təşkilatçı olmağı, idarə etməyi, bacarmağı bəzən əsas götürülür. Və digər müxtəlif iş sahibləri, peşə sahibləri olan valideynlər bizə bu işdə çox kömək eləyə bilərlər. Burada müxtəlif yanaşmalar səsləndi, əgər diqqət yetirdinizsə, həm də maraqlı yanaşmalar səsləndi ki, direktor kim olmalıdır? Hər birimiz müəyyən bir nöqteyi nəzəri bildirdik. Birimiz dedi, yaxşı idarə edən olmalıdır. Birimiz dedi, yaxşı müəllim olmalıdır.
Birimiz dedik, valideynlərlə yaxşı əlaqə qurmağı bacarmalıdır. Şagirdlərlə yaxşı əlaqə qurmağı bacarmalıdır. Verilişin əvvəlində səsləndirdiyimiz bir fikir var idi ki, hər şey direktordan soruşulur və hər şeyin məsuliyyəti onun üzərinə qoyulur. Məhz o mənada ki, biz ondan tələb edirik, həm o yaxşı müəllim olmalıdır, həm yaxşı insan olmalıdır, həm nüfuzlu olmalıdır, həm yaxşı geyinməlidir, həm ciddi olmalıdır və s. Bütün bunları tələb edirik, ancaq inanın ki, çox çətindir bir adamda bu keyfiyyətlərin cəmləşməsi və belə adamların axtarışı da çox çətindir. Nə isə çatışmayacaqdır. Əlbəttə. Və çıxış yolu nədən ibarətdir? Bəli, yenə də o fikrə gəlir ki, ilk növbədə direktorda idarə etmə keyfiyyətləri olmalıdır. O kollektivi hara aparmağı bacarmalıdır. Vahid məqsəd ətrafında onları yığmalıdır, komandanı. Ancaq digər keyfiyyətlər o demək deyil ki, bu digər keyfiyyətlər məktəbdə olmamalıdır. Digər keyfiyyətlər hansı ki, direktorda çatışmır və biz axtarırıq, o komandanın üzvlərində olmalıdır. Bəli, onun mavini yaxşı tədrisi bilməlidir, müəllimlərin dərsini dinləməlidir, qiymətləndirməlidir, müzakirə etməlidir. Digər mavini valideynlərlə yaxşı işləməyi bacarmalıdır. Halbuki o müavinlərin hərəsinin ilə bu sahədə öz vəzifə funksiyaları vardır. Və müəllimləri də öz yerində, öz rolunda, öz missiyalarını yerinə yetirməlidir. Yəni, vahid komanda ətrafında birləşməsə məktəbdə o kollektiv, onlar uğur qazana bilməzlər. Və direktorda və digər ola bilər ki, idarə edici qurumlarda bu komandanın sadəcə lazımi istiqamətə yönəltməyi məqsəd qoyubdur qarşı. Tutaq ki, məktəb direktoru biz deyirik, bugünkü strategiyada da belə bir tələf var ki, müəllimlərin məktəb əsaslı peşəkarlığı səviyyəsinin davamlı şəkildə artırılması yaradılmalıdır ölkədə. Yəni, direktor gözləməməlidir ki, müəllimin ixtisasını kimsə artıracaq kənarda. Bəli, Təhsil Nazirliyi də bunun qayğısına qalır. Ancaq ilk növbədə müəllimlərin peşəkarlıq səviyyəsini artıran məktəb özü olmalıdır. Məktəbin özündə bu sistem yaranmalıdır. Ona görə də ümumilikdə idarə etmə sisteminə kompleks yanaşma, yeni sistemin yaradılmasından danışanda məhz bütün bu aspektlərin, burada sadalanan bütün aspektlərin hesab edirəm ki, nəzərə alınması çox vacibdir. Çox sağ olun, qonaqlarımıza təşəkkür edirəm, auditoriyamıza təşəkkür edirəm. Əziz tamaşaçılar, sonunda isə həmişə olduğu kimi elm xəbərləri var. İzləyin, sağ olun, salamat qalın. Təhsilin inkişafı üzrə dövlət strategiyasında məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin inkişaf etmiş ölkələrin təhsil səviyyəsinə çatdırılması planlaşdırılır. Bu rəqəm Azərbaycanda 16,7% təşkil edir. Mövcud vəziyyət inkişaf etmiş ölkələrdə 80-90%dir. Azərbaycanda erkən yaş dövrü üzrə təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur. Hazırda ölkədə uşaqların 27%-i məktəbəqədər hazırlıq səviyyəsinə cəlb olunub. Artıq Azərbaycanlı gənclər 11-ci sinfi bitirdikdən sonra da Almaniyada ali təhsil ala bilər. İndiyədək 2 il ali məktəbdə oxuduqdan sonra Almaniyada təhsil almaq mümkün idi. Təhsil Nazirliyi ucqar orta məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət üçün seçmə yolla yoxlamalar aparmağı planlaşdırır və dərs ilinin birinci yarısının sonunadək bu sahədə müvafiq işlər həyata keçirəcək. Bununla yanaşı, yuxarı sinif şagirdlərinin də dərslərə davamiyyəti nəzarətdə saxlanılır. Təhsil Nazirliyi bir sinifdə 15 şagird olarsa, həmin sinfin bağlanıb bağlanmaması məsələsinə aydınlıq gətirib. Bildirilir ki, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Bununla yanaşı, zəruri hallarda qanunvericiliyin tələbləri gözlənilməklə sinifdə şagirdlərin sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə icazə verilir. Ali və orta ixtisas təhsil müəssisələrində tələbə köçürmələri asanlaşdırılacaq. Tələbələrin bir təhsil müəssisəsi və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar hazırlanıb və müzakirəsi başa çatmaq üzrədir. Yeni qaydaların növbəti ildən tətbiqi nəzərdə tutulur. Qaydalara görə yalnız öz ölkəsində akreditə olunmuş xarici ölkə tələbələrinin ölkəmizin ali təhsil müəssisələrinə köçürülməsi və ya bərpasına icazə veriləcək. Həmin icazə yalnız tələbənin təhsil aldığı müddətdə həmin şəhərdə yaşaması və səhhətində problem yarandıqda, yaxud ailə vəziyyəti ilə bağlı yaşayış yerini dəyişdikdə mümkündür.
Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə, eləcə də təşkilatları üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planını təsdiqləyib. Akademiyanın elmi müəssisə və təşkilatlarında doktorantura yolu ilə fəlsəfə doktora hazırlığı üzrə 205 yer ayrılıb. Onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktora hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktora hazırlığı üzrə 231 və elmlər doktora hazırlığı üzrə 115 yer müəyyən olunub. Qəbul planı noyabrın 20-sində Riyasət Heyətinin iclasında müzakirə ediləcək və sənəd qəbulunun tarixi məlum olacaq. Noyabrın 19-dan 21-nədək Rusiyanın Sankt-Peterburq şəhərində hər 5 ildən bir keçirilən beynəlxalq hidrologiya qurultayında azərbaycanlı alimlər də iştirak edəcək. Qurultayda ölkəmizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun direktoru professor Rıza Mahmudov və Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının müdiri professor Fərda İmanov təmsil edəcək.